Belə. Elə birinci sizdən başlayaq Nigar müəllimə. Bəli. Nigar müəllimə, şagirdə necə cəza verirsiniz? Hansı cəzalardan istifadə edirsiniz? Əsasən dərs müddəti fəaliyyətim dövründə şagirdə cəza vermək tərəfdarı deyiləm. Şagirdin hər hansısa bir dərs geriliyi olarsa və yaxud da sinifdə hər hansısa bir nadinc hərəkət eləyərsə, bunun birinci növbədə səbəbini öyrənib, onunla fərdi söhbət aparıb, onun problemlərini aradan qaldırmağa çalışaram. Əgər bu alınmazsa valideyni ilə əlaqə saxlayaram. Yox, bu da effekt verməzsə, sonda müsbət cəzalandırma tədbirlərindən istifadə edərəm ki, sinifdə qoyulmuş qayda-qanunlara, gözləntilərə şagird əməl eləməz. Onda da məsələn tapşırığın yazmayıbsa əlavə tapşırıq verərəm. Dərsdən sonra saxlayıb həmin tapşırığı məktəbdə elətdirərəm və yaxud da sinifdə hər hansısa bir nizam-intizam qaydalarını pozub, məsələn, bir şeyi qırıbsa, onun təmir olunmasını ona tapşıraram, bunlardan Bəli. istifadə eləyərəm. Bəli. Amma ümumiyyətlə cəza tərəfdarı deyilik. Əla, doğrudur. Yəni cəza ən axırda, yəni Ən düşünəcəyimiz sonda, bəli. bəli, olmalıdır. Çünki şagirdin arzu olunmayan davranışı olursa, sizin də vurğuladığınız kimi özü ilə danışırıq. Yəni danışıqdan heç bir nəticə görmürüksə valideynlə, hətta psixoloqa da müraciət eləyə bilərik. İndi baxır da arzu olunmayan davranışın növünə. İndi yəni baxırıq ki, neynəsək də heç bir nətər deyim, əlac qıla bilmirik, Effekt aradan vermir. qaldıra bilmirik. Bəli, doğrudur. Bu zaman deməli cəzalandırmalardan istifadə eləyə bilərik. O da müsbət cəzalandırma. Yəni burdakı cəzalanma şagirdi təhqir etmək, alçaltmaq kimi, yəni düşünülməsin. Bu cəza sırf arzu olunmayan davranışı aradan qaldırmaq üçün həyata keçirilir və məqsədli olmalıdır. Məsəl üçün deyək ki, uşaq dərsini ev tapşırığını işləməyib, mən ona tənəffüsü əlindən ala bilərəm? Xeyr, sırf Xeyr. tapşırıqla bağlı Bəli. cəzalandırma eləyə bilərik. Yəni dərk eləsin ki, gələn dəfə ev tapşırığını mən yerinə yetirməliyəm. Və yaxud da ki, tənəffüsdə qaçır, dalaşır yoldaşları ilə, hə, bu zaman gətirib mən yenə də tapşırıq elətdirə bilmərəm. Yəni çünki o davranışın qarşısını almayacaqdır. Tənəffüsü əlindən ala bilərəm. Partanı məsəl üçün qırıbdısa, ona təmir elətdirə bilərəm, sındırıbsa, onu yazıbdısa, üstünü sildirə bilərəm. Yəni cəzalarımız da məqsəd yönlü olmalıdır ki, o arzu olunmayan davranışı aradan qaldıra bilək. Bəs dərsinizə 1 saat qalmış. Nə edərsiniz və yaxud da ki, nə edirsiniz? Dərsə 1 saat qalmış, icmalımı, gündəlik planlaşmamı yenidən nəzərdən keçirərəm, Bəli. dərsə hazırlıq tədbirləri Hı görərəm. -hı. Əgər interaktiv üsullardan istifadə eləyirəmsə, onların təşkil olunmasına diqqət eləyərəm ki, yerindədirmi? Əyani vəsaitlərim varsa, onların təşkil eləyərəm. Bundan əlavə sinifi havalandırmasıdır, sinifin qaydaya salınmasıdır və icmalıma baxaraq da o planlamamı yenidən nəzərdən keçirərəm. Əla, doğrudur. Ola bilər ki, bax deyirik, planlaşdırmada müəllimin həmişə B planı olmalıdır. Hazırladığımız Bəli. plan deyək ki, mən açıq məktəbin həyətində və yaxud da ki, şagirdi harasa aparacam, amma hava şəraiti buna imkan vermir, deməli mən neyləyəcəm? B planı. B planını getirəcəm Digər tamamilə planı. doğru. Bəli. Konflikt nədir? Nigar müəllimə. Konflikt hər hansı bir hadisə ilə, hər hansı bir mövzu ilə bağlı müxtəlif fikirlərdir ki, insanlar müxtəlif fikirlərdə olanda konflikt yarana bilər və bu konflikt də insanların öz fikir azadlığını da göstərə bilər ki, şagird konflikt zamanı şagirdlə bir hadisə baş verən zaman şagird sərbəst şəkildə öz fikirlərini ifadə eləməklə burada yəni onu da şagirddə formalaşdırırıq ki, bərabər imkanlar yaradırıq, şagirdə sərbəst, müstəqil öz sözünü ifadə etmək şərait yaradırıq və konfliktlər də mübahisə doğurmaq üçün yox, məsələni həll eləyib ortaq məxrəcə gəlmək üçün olur. Bəli. Yəni bu istiqamətdən yanaşırıq, düz deyilmi Bəli. konfliktlərə? Bəli. Həm də Yəni ki, fikir böyüdüb ayrılığıdır da mübahisəyə deyək. çevirmək yox, həll eləmək üçün. Bəli, doğrudur. Fikir ayrılığı Bəli. səbəbindən yaranır. Düz deyilmi konfliktlər? Yəni Bəli. insanların məqsədləri, fikirləri
üst-üstə düşmürsə, Fərqli ola bilər. bəli, fərqli olursa bu zaman konflikt yarana bilər, doğrudur. Amma çalışmaq lazımdır ki, kompromisə gedək. Qarşı tərəfi də sona qədər dinləyək, onların fikirlərinə hörmətlə yanaşaq. Yəni eyni hadisəyə hamı eyni gözlə baxa bilməz. Hamı eyni yanaşa bilməz. Ona görə də qarşı tərəfdə o empatiya hiss eləsək, empatiya hissimiz olsa ki, ola bilər ki, mən də bu hadisəyə bu cür yanaşa bilərəm. Kompromisə getmək, empatiya nümayiş elətdirmək lazımdır ki, konfliktlər də baş verməsin. Amma insanın olduğu yerdə təbii ki, konfliktlərin olması qaçılmazdır. Bunu da dərinə aparmamaq və konstruktiv həll yollarını tapmağa çalışmaq lazımdır. Məzmun xətti nədir Nigar müəllimə? Bax, məzmun xətti deyəndə nə başa düşürük? Məzmun xətti fənnin əsasını təşkil edir, dəyişmir və sadəcə alt standart dəyişir, məzmun xətti də dəyişmir, sadəcə olaraq sinifdən sinifə keçdikcə daha da mürəkkəbləşə bilər. Yəni heç mürəkkəbləşmir, məzmun xətti eyni olaraq qalır. Fənnin siz bir söz demişsiniz, fənnin yadıma düşmədi o söz, amma demişdiniz. Bəli, əsasıdır. Bəli, ana xəttidir. Ana xəttidir, əsas. Bəli. Yəni elə öz sözümüzlə desək, fənnin vəzifəsidir. Yəni bir Hə, fənn, vəzifəsidir. Bəli. bəli, şagirddə hansı bacarığı formalaşdırırsa, məzmun xətti də ondan ibarət olur. Məsəl üçün, hesablama deyəndə, bax hesablama bir bacarıqdır. Bu hansı fənnə aiddir? Riyaziyyat. Riyaziyyata. Tarixin məzmun xəttində hesablama ola bilər, ədədlər, əməllər ola bilər. Ola bilməz. Çünki o fənnin vəzifəsi deyil axı. Tarixin vəzifəsi şagirdə tarixi hadisələrin baş vermə zamanını, baş verdiyi məkanı, tarixi şəxsiyyətləri, qədim dövlətləri və yaxud da ki, müasir dövlətlər haqqında informasiya verməkdir. Bu bacarıqları şagirdə formalaşdırmaqdır da, düz deyilmi? Deməli, onun süjet xətti deyirik. Məsəl üçün, bu filmin məzmunu nədən ibarətdir? Qəhrəmanlıq mövzusundadır, yoxsa ki, sevgi mövzusundadır? Yəni, onun məzmunu ondan ibarətdir də filmin. Yəni, baxanda deyirik ki, bu filmin məzmunu bundan ibarətdir. İndi fənnin də məzmunu onun süjet xəttidir, ana xəttidir, onun vəzifəsidir. Bir fənn şagirddə hansı bacarığı formalaşdırırsa, məzmun xətti də həmin bacarıqlara görə müəyyən olunur. Məzmun xətti heç vaxt dəyişmir. Yəni desək ki, məzmun xətti dəyişir, onda deyək 8-ci sinifə qədər tarix fənni şagirdlərdə tarixi zaman, tarixi məkan, dövlət, cəmiyyət, şəxsiyyəti öyrədir. 7-ci sinifdən sonra hesablama bacarıqları, toplama, çıxma bunu öyrədir. Yəni əgər düşünsək ki, məzmun xətti dəyişir. Deməli, məzmun heç vaxt dəyişmir. Məzmun fənnin predmetidir, vəzifəsidir, ana xəttidir. Yəni ondan ibarətdir. Həmin bacarıqlara görə müəyyən olunur. Alt standartlar nədir? Neçə hissədən ibarətdir? Nigar müəllim. Alt standart şagirdə öyrədəcəyimiz bilik və bacarıqların məcmusudur. Alt standartda 3 rəqəmli koddur və alt standart dəyişir. Alt standardı təlim məqsədi olaraq da götürə bilirik, sadələşdirilmiş alt standardı. Alt standart 2 hissədən ibarət bilik ya da fəaliyyət və ya bacarıq deyə bilərik. Doğru. Bilik, fəaliyyət. Yəni bilik hissəsində biz şagirdə faktoloji, konseptual, deyək ki, prosedural, sonra metakognitiv, yəni bu bilikləri formalaşdırırıq. Bacarıq da taksonomiyanın, məsələn, emosional sahə, affektiv, yəni emosional affektiv sahə, psixomotor sahə, bir də idraki sahə. Yəni bax bu bacarıqları şagirdlərdə formalaşdırırıq. Həmin alt standartın tələbinə uyğun. Bu da dövlətin tələbidir, düz deyilmi? Bəli. Dövlətin təhsil alanların və təhsil verənlərin qarşısına qoyduğu minimal tələbdir. Fənnimizin məzmun xəttləri hansılardır Nigar müəllimə? Tarix, zaman, məkan, dövlət, şəxsiyyət, mədəniyyət, zaman və məkanı da indi bir deyirik. Bəli. 4-cü məzmun xəttiniz şagirddə hansı bacarığı formalaşdırır?
Dördüncü məzmun xəttimiz əvvəlkində şəxsiyyəti deyirik, Hı -hı. indi mədəniyyəti Bəli. deyirik. Mədəniyyətdə həm Azərbaycan, həm dünya tarixində olan mədəniyyətdir, tarixdə rol oynamış elm xadimləri, mədəniyyət xadimləri, memarlıq abidələri haqqında şagirddə bilik Bacarıq. formalaşdırır. Bəli. Bilik bacarıq formalaşdırır. Doğru. Belə Nigar müəllimə çox sağ olun, Siz təşəkkürlər. sağ olun, çox Qəşəng, sağ olun. əla. Sonra Təranə müəllimə. Bəli, buyurun Hər müəllim. vaxtınız xeyir Təranə müəllimə. Çox xeyir müəllimə. Təranə müəllimə, şagird sizə bilmədiyiniz bir sual ünvanlayır. Bax bu zaman nə edərik? Şagird mənə bilmədiyim bir sual ünvanlayarsa, birinci növbədə müəllimin səmimiyyəti əsasdır. Əgər mən bu sualın cavabını bilmirəmsə, yalandan yanlış, səhv bir cavab vermək əvəzinə səmimi şəkildə etiraf edərəm ki, mən bu cavabı bilmirəm. Şagirdə və yaxud sinifdəki başqa şagirdlərin hamısına deyərəm ki, gəlin, mən də siz də bu sualı deməli araşdıraq. Gəlin dərs 3 dəqiqəmizi, məsələn, bir neçə dəqiqəmizi buna həsr edək və cavab tapaq. Mən bu cür cavab verməklə şagirdlərdə həm başa salıram ki, hər yaşda öyrənmək olar. Yəni müəllim də yaşından, statusundan asılı olmayaraq hamı öyrənə bilər, ömrünün sonuna qədər öyrənmə mövcuddur. Və bunu səmimi etiraf eləməyimlə şagirdlərə başa salıram ki, yəni səhv eləməkdən qorxmaq lazım deyil. Hamı səhv edə bilər və həmin səhvləri düzəltmək üçün də araşdırma lazımdır. Eyni zamanda mən şagirdlərin hamısını, sinifdə deyək ki, bu araşdırmaya cəlb edirəmsə, bunların arasında sağlam rəqabət yaranır. Bu da şagirdlərdə həm sual verməyə, məsələn, şagirdi təhrik eləyərək, məsələn, bu sual verməkdən çəkinməyəcəkdir. Həm məsələn, şagird də başa düşəcəkdir ki, müəllim də səhv edə bilər. Araşdırıb cavabı tapmaq olar. Bax, mən bu cür cavab verərdim. Bəli. Doğrudur. Yəni nə olursa olsun şagirdə yanlış cavab vermək, yanlış istiqamətə yönləndirmək düzgün deyil. Yəni səhvimizi etiraf səhv deyəndə, yəni bilmədiyimiz bir sual ola bilər də. Hər birimizin deyək ki, hər bir sualdan məsəl üçün anlayışımız varmı? Bilmədiyimiz o qədər məqamlar var ki. Ona görə də yəni şagird də sual verəndə müstəqil öyrənməyə də təhrik eləyə bilərik ki, çox maraqlı sualdır, çox gözəl sualdır, amma mən də tam dəqiq bilmirəm. Gəl sən də araşdır, mən də araşdırım. Yəni dərsdən sonra bu haqqda müzakirə apararıq. Uşaqları da, digər şagirdləri də cəlb eləyə bilərik. Yəni həmin sual ətrafında araşdırma aparsın və yaxud da ki, müzakirə təşkil eləyə bilərik. Aha. Yəni bu həm sinifdə sağlam mühitin qurulmasına bir nümunədir. Çünki şagirddə də səhv etmək mədəniyyəti formalaşır da, düz deyilmi? Yəni açıq düşüncə tərzi də formalaşır ki, bax müəllim də nəyisə bilmir, amma bunu öyrənir. Deməli mən də bilmədiklərimi araşdırıb öyrənə bilərəm. Qrup liderini kim seçir? Təranə müəllimə. Qrup liderini bir qayda olaraq şagirdlərin özləri təyin etməlidir. Çünki bu onlarda demokratik qərar vermə, məsuliyyət hissini formalaşdırır. Şagirdlər amma əsas odur ki, hər dəfə eyni şagird qrup lideri olmasın. Yəni yer dəyişimi olsun. Liderlik bacarığı şagirdlərin hamısında formalaşması üçün müxtəlif şagirdlərin hər dəfə qrup lideri olması daha əsaslı. Amma istisna hal kimi ola bilər ki, qrup liderini müəllim də seçə bilər. Məsələn, hansısa bir utancaq, çəkingən şagirdi həvəsləndirmək, fəaliyyətə cəlb etmək üçün onu seçmək olar. Münaqişə baş verirsə bunun qarşısını almaq, fakt fikrinə qənaət etmək məqsədilə müəllim də qrup lideri seçə bilər. Amma əsas odur ki, burada bizim vurgulayacağımız liderlik bacarığı şagirdlərin hamısına formalaşsın, hamısı lider olsun. Yəni növbəli şəkildə olsun. Bəli. Keçən il belə bir sual ünvanlanmışdı ki, müşahidə edirsiniz ki, bir şagird daimi hansı qrupa düşürsə, orada qrup lideri seçilir. Bu zaman müdaxilə edərsinizmi? Bəli, müdaxilə edərəm. Çünki əslində bu normal deyil. Çünki liderlik bacarığı şagirdlərin hamısında olmalıdır. Həmən şagirdin o bacarıq formalaşdırırkən başqaları da formalaşmalıdır ki, bunlar arasında həm də bərabər imkanların yaradılması prinsipi qorunmalıdır. Yəni hamısı olmalıdır. Müdaxilə edərəm, bəli. Bəli. Liderlik bacarığı deyirik. Bax deyək ki, qrup işinin əsas məqsədlərindən biri də şagirdlərdə həmin bacarığı formalaşdırmaqdır. Liderlik bacarığı nədir? Liderlik bacarığı odur ki, insanları öz ətrafında toplaya bilmək, onlara motivasiya vermək, o qarşıda nəzərdə tutulacaq məqsədə aparmaq. Yəni həvəsləndirmək üçün onlara bir növ stimul verməkdir də, lider olmaq. Yəni bunu bacarmalıdır lider. Doğru. Tamamilə doğrudur. Refleksiya nədir Təranə müəllimə? Refleksiya ümumiyyətlə başa çatmış bir prosesin şuurda inikasıdır. Yəni müəllimin, refleksiya həm müəllim, həm şagird refleksiya etməlidir.
Refleksiya başa çatmış proses və öz fəaliyyətini geriyə dönüb qiymətləndirməsi. Məsələn, şagird deməli hər hansı proses başa çatandan sonra geriyə dönüb öz fəaliyyətini qiymətləndirir. Məsələn, mən nəyi düz elədim, nəyi səhv elədim, növbəti dəfə nəyi düz eləməliyəm ki, məsələn, bu hədəfə daha yaxşı çatım. Eyni zamanda müəllim də öz fəaliyyətini, yəni dərs prosesi başa çatandan sonra müəllim də refleksiya etməlidir. Refleksiya zamanı müəllim də məsələn hansı iş üsullarının səmərəli olduğunu, hansı şagirdlərin məsələn çətinlik çəkdiyini, növbəti dəfə nələri edəcəyini müəllim elə bil nəzərə alır. Refleksiya olma elə bil ki, o prosesin, yəni təcrübəni bir növ öyrənməyə keçməsinə səbəb olur da. Refleksiya olmadan, yəni insan nə uğurunu görmür, nə səhvlərini görmür. Ona görə də refleksiyanın olması şərtdir. Doğrudur. Dedik hansı üsullarla biz refleksiya edə bilərik? 3-2-1-dir, çıxış biletidir. Ondan sonra şəxsi jurnallardır, Bəli. çıxış biletidir. Bax, bunlar vasitəsilə 3-2-1-dir. Bax, bunlar vasitəsilə refleksiya edə bilərik. Düzdür. Bir dərs üçün neçə məqsəd müəyyən etmək düzgündür, effektivdir? Bir, deməli 2, maksimum 3 məqsəd müəyyən edə bilərik. Hı. O məqsəd o cür müəyyən edilir ki, dərsin sonunda reallaşdıra bilək. Yəni o məqsədlərdə elə olmalı ki, 45 dəqiqə ərzində reallaşsın. Aha, bəli, tamamilə doğrudur. Məqsəd necə olmalıdır? Təranə müəllim. Məqsəd smart planlama texnikasına uyğun olmalıdır. Yəni məqsədlər spesifik, aydın, düzgün şəkildə olmalıdır, ölçülə bilən olmalıdır. Nə çətin, nə asan olmalıdır. Şagirdin çalışaraq əldə edə biləcəyi səviyyədən bir qədər çətin olmalıdır ki, şagird bunu əldə edə bilsin və məqsəd müəyyən olunan zaman real imkanlar nəzərə alınmalıdır və vaxt nəzərə alınmalıdır. Bu şərtlərə əməl olmalıdır ki, dərsin sonunda məqsəd reallaşa bilsin. Bəli, tamamilə doğrudur. Yəni real imkanlar odur ki, əlimizdə hansı resurslar varsa, məqsədi müəyyən edərkən onların uyğun, məqsədi onlara uyğun hazırlamalıyıq. Deyək ki, fizikadır, cəryan şiddətini ampermetrlə ölçür də şagird. Bugün bu bacarığı şagirddə formalaşdıracam, amma sinifdə, məktəbdə ümumiyyətlə ampermetr yoxdur. Mən məqsəddə yaza bilərəm ki, ampermetrlə cəryan şiddətini ölçür. Ölçmə bacarıqlarını nümayiş elətdirir. Aha, yoxdur axı. Bəli. Amma izah edə bilər. İşə, məsəl üçün, necə işə salırıq, necə ölçürük, yəni bunu izah eləyə bilər. Ona görə də məqsədi bu cür müəyyən eləyə bilərik ki, şagird ampermetrlə cəryan şiddətinin ölçülməsini müəyyən edir. İndi bu qədər uzunluqda olmur, yəni qısa şəkildə bu cür müəyyən eləyə bilərik məqsədi. Ona görə də deyirik ki, real imkanlar nəzərə alınmalıdır. Əlimizdə hansı resurslar varsa, məqsəd müəyyən edərkən onları nəzərə almalıyıq. Doğrudur. Bəs başqa məqsəd haqqında, deyək ki, müəllim məqsədi müəyyən edir. Bax, məqsəd müəyyən edərkən hansı səhvləri edə bilər? Məsələn, məqsədi müəyyən eləyən zaman birinci biz dedik ki, bu sadaladıqlarımız hamısı olmalıdır ki, məqsəd reallaşsın. Bir də məsəl üçün məqsədi biz deməklə yox, məsələn, məqsədi aydın şəkildə deməliyik ki, şagirdlər bunu başa düşsün. Ola bilər ki, biz deyib ötürük, şagird bunu başa düşmür. Amma əsas odur ki, şagird məqsəd düzgün şəkildə anlasın, bir də onun əhəmiyyətini. Yəni burada qazandığı bilikləri harada tətbiq edəcəyini də bilsin. Əgər şagird bunu biləcəksə, prosesə daha şuurlu yanaşacaqdır. Biləcək ki, mən bunu öyrənirəm, harada da tətbiq edəcəm. Bax, bunlar nəzərə alınmalıdır. Tamamilə doğru. Başqa məsəl üçün müəllimin edəcəyi səhvlər təlim məqsədinin stativ feillərdən ibarət olması. Bilir, əzbərləyir, düz deyilmi? Öyrənir. Olmalıdır. İdrak taksonomiyasının feillərinə uyğun olmalıdır. Məsələn, izah edir, təhlil edir, müqayisə edir, araşdırır. Bax, bu cür olmalıdır məsələn. Biz Yəni, belə hərəkətli, dinamik, bacarıq yönümlü deyək də buna. Bir də şagird mərkəzli olmalıdır. Müəllimin edəcəyi səhv təlim məqsədini müəllim mərkəzli müəyyən etməlidir. Öyrədir, yox. Öyrənir. Bəli, nümayiş etdirir olmalıdır, müəyyən edir, izah edir. Bəli, doğrudur. Şagird mərkəzli. Və məqsədin sayını da əgər çox edərsə, məsəl üçün 5 məqsəd qoyarsa, bu da müəllimin edəcəyi səhvlər olar da. Elə bir ki, düzləri bilirik də, düz deyilmi Təranə müəllimə? Onun əksini deyəndə bu da müəllimin edəcəyi səhvlərdir, bəli. Səhvlərdir, bəli. Bəs formativ qiymətləndirməni nə zaman aparırsınız? Ümumiyyətlə, formativ qiymətləndirmənin əhəmiyyəti nədir? Bəli, formativ qiymətləndirməyə biz öyrədici qiymətləndirilə də deyirik. Deməli, dərs ilinin əvvəlindən başlayaraq, deməli, il boyu aparılan qiymətləndirmədir. Formativ qiymətləndirmə şagirdi hədəfə, məqsədə aparan qiymətləndirmədir. Şagird nailiyyətini ölçən qiymətləndirmədir.
Biz formativ qiymətləndirməni istənilən prosesin yalnız dərsin sonunda yox, istənilən prosesin sonunda da apara bilərik. Bu zaman biz şagirdlərə rəy, istiqamət veririk və həmən deməli formativ qiymətləndirmə nəticələrdə müəllimin formativ qiymətləndirmə dəftərində, şagirdlərin deməli gündəliyində biz onu qeyd edirik. Doğru. Sonra rəy veririk ki, verilən rəylərin də 4 növü var. Bunları da sadalamışıq. Yəni o korrekt edicidir, konstruktivdir, təsviridir, bir də motiv edici rəylərdir ki, biz bunları şagirdlərə veririk. Doğrudur. Rəyin effektiv olması üçün nələr etməliyik? Bəli. Rəyin effektiv olması üçün birinci növbədə rəy o təlim məqsədlərinə uyğun olmalıdır birincisi. İkinci rəy vaxtında verilməlidir. Məsələn, gecikmiş rəyin effektiv olmur. Ondan sonra rəy həssaslıqla verilməlidir. Sonra rəy verən zaman biz həmən rəy şəxsiyyətə yox, emosiyalara yox, o şagirdin fəaliyyətinə verilməlidir ki, məsələn, biz deməməliyik ki, sən ağıllısan, məsələn, deyək ki, savadlısan, belə yox. Məsələn, biz deməliyik ki, sən çalışaraq bu nəticəyə gəlmisən. Yəni onun fəaliyyətinə rəy verməliyik biz. Bax, bu zaman verilən rəy effektiv ola bilər. Bəli, doğrudur. İkinci məzmun xəttiniz şagirddə hansı bacarığı formalaşdırır? Deməli, bizdə ikinci məzmun xəttimiz çoxalma və inkişafdır. Çoxalma və inkişafda deməli şagirdlərdə çoxalma prosesinin mahiyyəti, onun növləri, inkişafın deməli formalaşması, onun gedişi haqqında bilikləri formalaşdırır. Doğru. Təranə müəllimə, çox gözəl, təşəkkür edirəm. Çox sağ olun, müəllimə. İradə müəllimə burada. Səs aça bilmirdim. Hə. Bəli, axşamınız xeyir. Axşamınız xeyir, Basıram İradə açdım, müəllimə. doğru belə. İradə müəllimə, Hə. ən zəif cəhətiniz nədir? Ən zəif cəhətim mənim ümumiyyətlə deməli şagirdlərimlə və yaxud da kollektivimlə əməkdaşlıq zamanı hər hansı bir problemi çalışıram ki, daha tez həll edim, və yaxud da o yekun nəticəyə daha tez çatım və çalışıram ki, onlardan da bunu tələb edim. Yəni mən necə ki istəyirəm ki, vaxtından da tez təhvil verim o işi. Şagirdlərimlə də, iş yoldaşlarımdan da bunu tələb edirəm. Bu bir zəif cəhətim idi. Çalışıram ki, bunu düzəldim, mühitə uyğunlaşdırım özümü. Sonra müəyyən vaxtlarda ola bilər ki, deməli, məsuliyyətim daha çox olur, daha həssaslıqla yanaşıram müəyyən baş verən hadisələrə. Amma həmin anda da səbirli olmağı üstün tuturam və özümü tənzimləyirəm. Belə, İradə müəllimə, bəs şagirdlərdə ünsiyyət bacarığını necə formalaşdırırsınız? Şagirdlərimin ünsiyyət bacarığını çalışıram ki, dərs zamanı onlara cütlərlə, qrupla, kollektiv şəkildə əməkdaşlıq yaradım. Həm nəinki ünsiyyət, həmçinin bir-birini dinləmək bacarığını da bu zaman inkişaf etdirim. Həmişə onlarla, daim onlardan münasibətdə oluram. Dərsdən sonra da onların fikirləri ilə maraqlanıram, ünsiyyət qurmağa çalışıram ki, mənlə də rahat ünsiyyət qura bilsinlər. Dərsdə ona görə də ümumiyyətlə sinifdə dəstəkləyici bir mühit yaradıram ki, şagirdlər həm bir-birləri ilə, həm də müəllimlərlə ünsiyyət saxlayıb öz fikirlərini, iradlarını mı və yaxud da səhv ediblərsə səhvlərini bildirə bilsinlər. Bəli. Yəni əsas da ünsiyyət bacarıqlarını qruplarla, cütlərlə iş, şagirdləri layihələrə cəlb etməklə, layihələrə cəlb etməklə, müəyyən belə deyək də, o işlər olur, problem əsaslı, layihə əsaslı dərslərdə daha çox onlar bir-birinə ünsiyyət saxlayıb, bir-birlərini dinləyirlər, bir-birlərinin problemlərini, belə deyək, problemli bir situasiyanı fikirləşib, açıqlayıb, araşdırma aparan zaman daha çox ünsiyyətdə olurlar. Bu da passiv şagirdlərin də ünsiyyətə cəlb olmasına hətta şərait yaradıram orada. Onlara da kiçik bir iş verib, öz fikirlərini, münasibətlərini bildirməklərini
belə deyək, çalışan ki, öz Bəli, fikirlərini bildirsinlər. doğrudur. Yəni ünsiyyət təkcə danışmaq deyil də, bilirik İradə müəllimə, düz deyilmi? Yəni həm Bəli, bəli. danışmaq, həm Jest, fikrini qarşı tərəfə çatdırmaq, çat, həm də ki, qarşıdakı insanı sona qədər dinləmək. dinləmək, bəli, dinləmək Danışarkən, bəli, danışarkən nitqində nitq etiketlərinə, nəzakətli danışıq qaydalarına riayət etmək. Yəni bunların hər birisi deməli ünsiyyət bacarığına daxildir. Görürsüz, gözləntilər vasitəsilə də biz şagirddə ünsiyyət bacarıqlarını bəli, formalaşdırırıqmı? Bir-birinizi bəli, sona bəli, qədər dinləyin. dinləyin. Bir-birinin fikrinə hörmətlə yanaşın. Yəni bax bunların hər birisi ünsiyyətə daxildir. Və sinifdəki fəaliyyətlərimizdən də iş formaları, qrupla işdir, cütlərlə işdir, şagirddə ünsiyyət bacarığını formalaşdırır. Debat iş üsulu, Sokrat dialoqudur, akvariumdur, sinektika iş üsuludur. Yəni bunların hər birisi şagirdlərdə ünsiyyət bacarıqlarını formalaşdıran iş üsullarıdır. Hə, Yəni üsullar hansını da biliriksə, sayılır orada, bəli. İradə müəllimə, bu üsulların hansını qəşəng biliriksə, onun adını çəkə bilərik. Çünki bilmədiyimiz iş üsulunun adını çəksək, ola bilər ki, bizə oradan sual verərlər ki, müəllimə, sinektika iş üsulunu necə həyata keçirirsiniz? Bilmiriksə cavab verə bilməyəcəyik, düz deyilmi? Deyərəm, debatı deyərəm orada, Bəli. Sokrat dialoqu. Aha. Bunlar haqqında var. Sinektikada, yəni iki böyük qrupla həyata keçirilən iş Hə, üsuludur. Bir tərəf problem müəyyən edir, problem qoyur, digəri də yadımdan çıxırlar. həmin problemin həlli yollarını təklif edir digər qrupda. Və problemi təqdim edən qrup isə o verilən həll yollarının birini seçir və fikirlərini də əsaslandırırlar ki, nə üçün məhz bu həll yolunu seçirik. Beləcə şagirdlərdə təbii ki, ünsiyyət, əməkdaşlıq bacarığı formalaşır, yaradıcı, tənqidi təfəkkür. O həll yolu düşünən şagirdlərdə yaradıcı təfəkkür təbii ki, formalaşacaqdır. Həll yollarının içərisindən ən səmərəlisini seçib, daha sonra fikirlərini də seçimlərini əsaslandıranlarda da təbii ki, tənqidi təfəkkür formalaşacaqdır. Yəni hansı haqqında ətraflı biliriksə, onu deyə bilərik. Üsulları vurğulayın. Bəli. Onda həm iş formalarını deyim burada, həm də iş üsullarını sadalayım. Təbii ki, deyə bilərik. Yəni sırf bu da şagirdlərdə ünsiyyət bacarığını formalaşdırırmı? Danışmaq varsa, bir-birinin fikrinə hörmət varsa, fikrini əsaslandırmaq varsa, təbii ki, bu da ünsiyyət bacarığıdır. Müzakirədir, debatdır, diskussiyalardır, dilemmalardır. Yəni bax bunlar şagirdlərdə ünsiyyət bacarıqlarını formalaşdırır. Bəs İradə müəllimə, valideyn övladının ön partada əyləşməsini istəyir. Bax bu zaman valideyn fikri ilə razılaşarsınız, yoxsa yox? Belə hallar olubdur. Mən də valideynlə söhbət aparmışam. Birinci, əgər ilin əvvəlidirsə, təbii ki, mən şagirdlərimi tanımağa çalışıram. Onların belə deyək, həm görmə problemi ola bilər. Yəni bunları izləyirəm, özümdə qeydiyyat aparıram ki, hansısa şagirddə görmə problemi var, hansısa şagird hiperaktivdir, hansında diqqət pozğunluğu var və valideynlə bu haqqda söhbət edirəm ki, onun övladında yəni bu problemlər varmı? Əgər varsa bunu nəzərə alaram təbii ki. Yoxdursa valideyni başa salmağa çalışaram ki, sinifdə belə problemli şagirdlər var, məcburuq onları öndə oturaq. Və bunu da eləyərəm. Yəni müəyyən vaxtlar şagirdlərdə yer dəyişmə eləyərəm. Hər hansı bir vaxtda, məsəl üçün tam ki, bir həftədən bir onların yerini dəyişərəm və yaxud da 3 dərsdən bir yerlərini dəyişib, arxada oturanları öndə, öndə oturanları arxada, amma bir şərtlə ki, o görmə, digər problemlər, o dediyi hiperaktivlik, diqqət pozğunluğu falan olan şagirdlərin yerini dəyişmərəm ancaq onları saxlayarım. Qarşıda yerlərini dəyişə bilərik. Məsəl üçün, qarşı tərəfdən dəyişə bilərik, amma o şagirdləri qarşı arxa tərəfdən partaya dəyişə apara bilərik. bilmərik. Və eyni zamanda da deyə bilərik ki, biz valideynlə bundan əlavə danışarıq ki, sinifdə interaktiv təlim üsullarından, təlim formalarından istifadə edirik. Şagird daimi eyni yerdə əyləşmir. Cütlərlə işləyir, qrupla işləyir, düz deyilmi? Bəli, sinifdə məsəl üçün rollu oyunlar təşkil edirik. Ona görə də şagird eyni o ənənəvi təlimdə, təhsildəki kimi eyni yerdə qalmır, yəni əyləşdiyi yerdə qalmır.
daimi yer Həm də dəyişmənlərimiz olur. şagirdin belə deyək də, müəllimi dinləməsi və yaxud da akademik bilikləri və yaxud da bacarıqları öndə, arxada oturmaqdan asılı deyil. Bu haqda onu maarifləndirməyə çalışaram. Bəli, Yəni burada müəllimlərin də rolunu təbii ki, qeyd bəli, eləyərəm, şagirdin də və deyərəm ki, siz də övladınızı evdə başa salın ki, yəni öndə də, arxada da oturub dərs dinləmək olur və yaxud da bəli, dərslə məşğul olmaq olur. Bunun heç bir bəli. təsiri yoxdur. Doğrudur. Həmişə də biz o ənənəvi qayda deyir ki, dərs başlayandan sona qədər müəllim əyləşir. İndi hal-hazırda o heç müəllim o əyləşməyə də vaxtı yoxdur. Daimi şagirdlərini müşahidə eləyir, nəzarət eləyir, anında müdaxilə edir, rəylər verir ki, səhvlərini düzəltsin. Düz deyilmi? Bəli. Aha. İradə müəllimə, bax summativ qiymətləndirmə işlədirsiniz. Müşahidə Bəli. eləyirik də şagirdləri. Baxırsınız ki, şagird sualın birini səhv yazır. Bax, Yəni summativ müdaxilə işləyən zaman müşahidə bəli, eləyirəm. bəli. Summativ işləyən zaman müşahidə eləsəm, əgər əslində summativ summativ qiymətləndirmə aparılması o dərs o zaman biz şagirdlərə müdaxilə etməməliyik. Çünki bu bir qiymətləndirmədir. Artıq burada biz şagird nailiyyətini görməliyik də. Yəni onu mən ancaq formativ qiymətləndirmədə bunu edə bilərəm. Ona istiqamətləndirici suallarla, yönləndirici suallar verib istiqamət verib düzgün cavab almağa çalışıram. Amma burada mən axı ona toxuna bilmərəm. Düzdür. Yəni əsas da elə cavabımız budur ki, summativ zamanı biz heç bir müdaxilə edə bilmərik Daxil edə bilmərik. şagirdə. Görürsüz, mən əvvəl sual verirdim, summativ zamanı hansı rəydən istifadə edirsiniz? Əgər mən yaxınlaşsaydım, desəydim ki, bunu səhv eləyirsən, bir o olacaqdı təsviri rəy, düz deyilmi? Və yaxud da ki, səhvini Bəli. düzəltmək üçün yol göstərsəydim, bu konstruktiv rəy olardı ki, Konstruktiv burada biz kimi alladırıq, uşağı alladırıq, yoxsa özümüzü? Summativ yolun sonudur da, düz deyilmi? O bölmənin sonu artıq. Bəli. Ona görə də summativ Ona zamanı görə heç bir olmaz. müdaxilə etmirik. Görsəm ki, səhv eləyir, onsuz da summativdən sonra yenə biz şagirdlərlə o summativin təhlilinə aparırıq da, onsuz da eləyirik bunu. Onda Çünki deyəcəyik, bəli. bəli, Deməli, bu da inkişaf yönümlülük prinsipidir də, summativdən sonra, düzdürmü? Yoxsa yadımdan çıxıb səhv baxın, deyirəm. İnkişaf yönümlülükdür də. İradə müəllimə, summativdən sonra baxıram ki, eyni sualı bütün şagirdlər səhv eləyib. Deməli, bu eyni sual eyni alt standartın tələb elədiyi bilik və bacarığa uyğun olan sualdır da, düz deyilmi? Deməli, burada Deməli, nəsə qalmadı. zəif cəhət var. Burada kompleks tədbir görəcəm. Uşaqların o hamısına dərsdən əlavə bir məşğələ də təşkil eləyə bilərəm və yaxud da ki, planımda da dəyişiklik eləyib həmin alt standartın tələb elədiyi bacarığı şagirddə yenidən formalaşdırmalıyım. Bax, bu oldu mu? Yəni bu inkişaf İnkişaf yönümlülüdür də, Bəli, bu düzdür? inkişaf Aha, yönümlüdür. Amma görürəm ki, uşağın biri 95 bal toplayıb. Ona da rəy verməliyəm də. 100 olan yerdə bu 95 toplayıbsa, deməli nəsə səhvi var. İndi o səhvi düzəltmək üçün deyirəm ki, get bax filan qaydaya nəzər sal və yaxud da ki, filan mövzunu oxu, o səhvini düzəldəcəksən. Bu nədir? Fəaliyyətin stimullaşdırılması. Əgər mən ona konstruktiv rəy verdimsə, bu fəaliyyətin stimullaşdırılmasıdır. Yox, əgər kompleks tədbir görürümsə, sinifin hamısına yenidən həmin bacarıqları formalaşdırdımsa, planımda dəyişiklik etdimsə, təbii ki, bu nə olacaqdır? İnkişaf yönümlülük. Aydındırmı? Bir şagirdə o hərəsinin fərqli-fərqli səhvləri varsa, o səhvləri düzəltmək üçün yenidən hara müraciət eləyəcəkləri olduqlarını dedimsə, bu fəaliyyətin stimullaşdırılmasıdır. Çünki o bir səhvə görə götürüb biz dərs keçməyəcəyik axı şagirdə. Amma səhvlər eyni yerdədirsə, artıq bu da şagirdlərin deyək ki, 60%-ni təşkil edirsə, deməli artıq burada həyəcan siqnalı çalmaq lazımdır ki, öyrətmək inkişaf lazımdır. etdirmək üçün əlavə bir dərsdənkənar məşğələ mütləq təşkil Bəli, etmək lazımdır. Doğrudur. İnkişaf yönümlülüklə fəaliyyətin stimullaşdırılmasının arasındakı fərq budur. Bəli, çox sağ olun. Siz sağ olun. Rubrik nədir, İradə müəllimə? Rubrik qiymətləndirmə üsuludur, qiymətləndirmə vasitəsidir. Rubrik deməli refleksiya
vaxtı da belə deyək, şagirdlərin qiymətləndirmə üsulu kimi istifadə oluna bilər. Burada şagirdlərin rubriklər deməli analitik rubrik var, holistik rubrik var. Analitikdə məsəl üçün hissələrə bölünür, ən kiçik xırda detallar belə nəzərə alınaraq onları müəllim qiymətləndirə bilər. Amma holistik ümumidir, ilin əvvəlində verilir və bir dəfəyə hazır olur və həmişə Yox, ondan o istifadə edilir. ümumidir. İradə müəllimə, o Ümumi- ümumi rubrikdir. Holistik tez Ümumi- bazar apardığımız rubrikdir. Bir neçə Holistik ümumi deyil. yox, ümumi bilirsiniz nədir? O tapşırıqdan tapşırığa dəyişən rubrikdir, ümumi rubrikimiz. Holistik tez etdiyimiz bir onunla neçə mən qarşı meyarı- ikisini bir bilirdim mən. Hə, bir neçə meyarı bir arada aparıramsa, bir neçə Holistikdə. meyarı, hə, bu olacaqdır holistik. Biri var ki, bir dənə bacarıqdır İradə müəllimə. Bunu hər tərəfli yoxlayıram. Bir neçə meyarla. Məsəl üçün bir məsələ həlli bacarığıdır və yaxud da ki, bir dənə esse yazır, bir bacarığımız budur, düz deyilmi? Amma o esseyə təkcə məzmuna baxmıram ki, esseni yaxşı yazıbdı. Onun qrammatikasına, yəni şagird burada deyək ki, orfoqrafiya qaydalarına əməl edibdimi? Fikrini düzgün şəkildə yazıbdımı? Xüsusi isimləri lazım düzgün oldu. şəkildə yazıbdımı? Deməli, ona da baxıram, strukturuna da baxıram, məzmuna da baxıram. Hər tərəfli bir dənə bacarığı qiymətləndirdim. Analiz elədim də, analitik rubrik. Yəni Bu- burada şagird bacarığı haqqında daha ətraflı məlumat əldə elədim. Daha Bu hər dərs aydın, daha aparırıq ətraflı. da, apara bilərik də, düzdürmü? Hər dərs analitik rubrik hər dərs üçün ayrıca qurulur. Ola bilər ki, ümumi Düzdürmü? analitik rubrikimiz ümumi də ola bilər. Ümumi məsəl də ola üçün bilər, baxın, onda hər bəli. dərs üçün də ayrı. Bəli, baxın. Amma holistik Holistik rubrik də tez bazar apardığımız, məsəl üçün şagirdin araşdırma və yaxud da ki, əsaslandırma bacarığı, hərəsi bir bacarıqdır, araşdırma bir bacarıqdır, əsaslandırma bir bacarıqdır, təqdim etmə başqa bir bacarıqdır, düz deyilmi? Bir neçə bacarığı, bax bir dənə cədvəlin ümumi içərisində şəkildə, qısa şəkildə qiymətləndirdim. vermək. Hamısını Hə, tez başa bazar. Tez bazar, ona görə buna holistik rubrikə tez bazar qiymətləndirmə deyirik də. Yəni bu tez aparılır. Niyə? Yəni Çünki onda bir onu da neçə hər dərs bacarığı bir aparmaq araya olur da. yığdıq. Necə? Mən onda holistik də hər dərs üçün qurmaq olar. Olar, amma ki bu formativ qiymətləndirmənin tək vasitəsi deyil İradə müəllimə. Rubrik formativ qiymətləndirmə üsullarından biridir. Mən bu gün rubriklə aparıb, sabah da qiymətləndirməni Yox. deyək ki, 3-2-1 üsulu ilə apara bilərəm. Digər dərsimdə işıqfor üsulundan istifadə eləyə bilərəm. Başqa bir dərsdə özünü qiymətləndirmədən Onu başa istifadə düşdüm, edirəm. müəllim. Bilirsiniz nə Bəli. demək istəyirəm? Bəli. Bir dənə mənə çatmayan hissə var orada. Aha, Yəni o dediyimiz analitik rubrik var ha. bəli. Tutalım ki, mən bu gün hansısa bir alt standartımda onu mən apardım, reallaşdırdım. Amma mən həmin o apardığım o rubriki növbəti bir başqa bir neçə dərsdən sonra eyni həmin mövzuya tətbiq edəmərəm də, düzdürmü? Eləyə onun bilərik. üçün Analiz yenisin baxır da, baxır ona. Əgər bu analitik rubrikim esse bacarığına uyğun hazırlanıbdısa, İradə müəllimə, bir neçə məsəl üçün dərsdən sonra yenə esse yazdıracamsa şagirdə, həmin rubrikdən istifadə eləyə bilərəm. Və yaxud da ki, məsələ həlli, riyaziyyatdan məsələ həlli. Məsələnin həllində nə var? Məsələni oxuyub anlaması var, həll yollarını təklif etməsi var, həll üsulunu seçməsi, seçimini əsaslandırması. Yəni əsas budur da, məsələdə yoxlanılan bacarıqlar. O rubriki hazırladım, analitik bir dənə məsələ həlli bacarığıdır və bunu bir neçə meyar əsasında qiymətləndirirəm. Analitik rubrikdir. Neçə dəfə məsələ həll elətdirəcəmsə, həmin rubrikdən istifadə eləyə bilərəm. Yəni müəllimə, meyarlar dəyişir də onsuz da. Bəli. Mövzudan mövzuya. Yəni Aha. ona görə deyirəm ki, o rubrik də dəyişir də, həmin meyara görə. Rubriklər, bilirsiniz, dəyişən Fərqli olar da rubriklər. yəni. Bəli. Onsuz da ya analitik olur rubrik, ya da holistik olur da, düz deyilmi?
Və yaxud da ki, həm analitik olur, həm ümumi olur və yaxud da ki, həm analitik olur, həm də tapşırığa. Eyni zamanda bir rubrik həm analitik rubrik ola bilər, həm də tapşırığa əsaslanan rubrik ola bilər. Aydındır fikrim? Və yaxud da ki, eyni rubrik həm holistik rubrikdir, həm də ki, ümumidir və yaxud da ki, həm də tapşırığa əsaslanan rubrikdir. Yəni, biri var tərtibatına görə, bir də var növünə görə rubriklər. Necə ki, deyirik, qalın saitlər A, I, O, U. Məsəl üçün, o qalın saitlər həm də ki, qapalı da ola bilər də, düz deyilmi? Bəli. Deməli, eyni rubrik həm analitik, həm də ki, ümumi ola bilər. Ümumi tamam başqadır, yəni ki, tərtibatına görə analitik, holistikdir. Bir də ki, ümumiyyətlə, ümumi və tapşırığa əsaslanan rubrik var. Yəni, eyni rubrikimiz iki xüsusiyyəti özündə daşıya bilər. Yəni, fikrim odur. Başa düşdüm. Fənnimizin məzmun xəttləri hansılardır? Deməli, bizim yeniləşmiş kurikulumumuzda biologiya fənni üzrə 5 məzmun xəttimiz var. Canlılarda strukturlar, funksiyalar, bioloji proseslər, ikinci çoxalma irsiyyat, üçüncü canlılar və ətraf mühit, dördüncü təkamül və biomüxtəliflik, beşinci insan sağlamlığı. Doğrudur. Tamamilə doğrudur. Dördüncü məzmun xəttiniz şagirddə hansı bacarığı formalaşdırır? Dördüncü məzmun xəttimiz, deməli, bizdə təkamül və biomüxtəlifliklə bağlı olan məzmun xəttidir. Burada, məsələn, dəyişkənlik anlayışını izah edir, təbii seçmə anlayışını məruzə edir, təqdim edir. Yəni, belə deyək də, təkamül və biomüxtəliflik. Sadəcə müəllimə, mən sizə o gün də bundan bağlı sual verdim. Mənə orada deyirsiniz ki, orada hansı bacarıqlar? Bacarıq, məsəl üçün, izah edir, təqdim edir, nə bilim, məruzə edir, bu hissələrin deyilir, yoxsa... Onlar yox. Sadəcə həmin məzmun, onsuz da deyirik axı, məzmun xətti şagirdlərdə formalaşdırılacaq bacarığa görə müəyyən olunur, düz deyilmi? Yəni, biologiya fənni şagirdlərdə biz o sadaladığımız məzmun xəttlərində əks olunan bacarıqları formalaşdırır da, düz deyilmi? Deməli, neçə istiqamətdə bacarıq var? Neçə istiqamətdədir? 5 istiqamətdədir, düz deyilmi? Deməli, dördüncü nədir? Təkamül və biomüxtəliflik. Deməli, təkamülə aid hansı bacarıq formalaşır şagirddə? Təkamül prosesini müəyyən etmək, düz deyilmi? Yəni, ona ancaq, məsələn, mən oradakılar əzbərləməsin. Mən o sizə sual verdim, yəni bir ola bilsin ki, fikir verməmsiniz o sualıma. Mən sizdən soruşdum, ki, biz ola hamısını elə əzbərləməliyik, yoxsa özümüzdən də deyə bilərik onu? Özünüzdən deyin. Eləmi, mən o lazım idi ki, Bəli. məsələn, mən bilirəm ki, 4-cü məzmun xəttim təkamül biomüxtəliflik. Mən onda deyim ki, ora aid olan yaşamaq onda mübarizəni formalarını təsvir edir. Onda düz gəlir də, düzdür. Çünki o ora aiddir. Bəli, doğrudur. Necə ki, deyirik, tarixin 1-ci məzmun xətti şagirddə hansı bacarığı formalaşdırır? Yəni, mən baxıram ki, heç mən tarix müəllimi deyiləm, tarixi zaman, məkan. Deyirəm ki, tarixin 1-ci məzmun xətti tarixi hadisələrin baş verdiyi zamanı və həmin hadisələrin baş verdiyi məkanları öyrənmək, yəni müəyyən etmək bacarığını şagirddə formalaşdırır. Yəni, bu məzmun xətti həmin bacarıqları formalaşdırır. Hansı hadisə nə zaman olub, hansı ölkələr arasında, hansı dövlətlər arasında, hansı, məsəl üçün, yerdə, məkanda baş veribsə, onu şagird müəyyən eləyəcəkdir. Yəni, bu bacarıqlar şagirddə formalaşacaqdır. Yəni, müəllimə, bax, bir də mən soruşmaq istəyirəm. Üzrlü sayını müəllimdən də vaxtından sadəcə başa düşmək üçün soruşuram. Bax, bizdə indi 4-cü dediyimiz kimi təkamül biomüxtəliflikdir. Həmən təkamüllə bağlı olan mövzuların bacarıqlarını deyirik də, düzdürmü burada? Bəli, təkamül nə deməkdirsə, təbii seçmə olsun, həmən hissəyə aid. Bir də biomüxtəlifliklə bağlı, məsəl üçün, onunla bağlı deyə bilərik ki, izah edir. Hamısının axırını artırıb ki, təqdim edir, izah edir, təsvir edir. O təqdim etməni demirik də. Baxın, 1-ci məzmun xəttimiz nədir biologiyada? 1-ci məzmun xəttimiz canlılarda strukturlar, funksiyalar, bioloji proseslər. Ay, sağ ol. Deyirik ki, canlılar, müxtəlif canlıların funksiyaları. Məsəl üçün, var heyvanlar, var bitkilər, düz deyilmi?
Bəli, funksiyaları, bəli. əhəmiyyəti, yəni bu bacarıq şagirddə formalaşır da birinci məzmun xətti üzrə. Yəni bunu deyirik. Yəni də Ümumiləşdirib belə öz sözümüzlə deyirik. funksiyalarını sadalayır da deyə Xüsusiyyətləri, bilərik də, bəli, yəni düzdürmü? ki, həmin canlıların xüsusiyyətlərini müəyyən etmək, deyək ki, Yəni mən əhəmiyyətini o müəyyən etmək bacarıqları şagirddə formalaşır. Hı -hı. Və yaxud da tutalım ki, konkret də deyə bilərik də. Məsələn, tutalım ki, bakteriya hüceyrəsinin quruluşunu müəyyən edir. Məsəl, bəli, deyə bilərik, bakteriyalar olsun, bitkilər olsun, digər Yəni canlılar, konkret demək balıqlar olar, olsun, fərq yoxsa eləmir. hamısını qarışdırıb deyirik? Konkret də deyə bilərik ki, yəni ki, yox, konkret deyəndə konkret olur ki, təkcə elə bil ki, məsəl üçün balıqların və yaxud da ki, təkcə bitkilərin. Amma sadalaya da bilərik ki, məsəl üçün insanların, bitkilərin, heyvanların xüsusiyyətlərini müəyyən etmək bacarıqlarını formalaşdırır. Yəni bir neçəsini deməliyik də, Bir düzdürmü? Amma neçəsini hamısını deyə aslında bilərik, bəli. ya Konkret, sadalayır, ya müəyyən edir, ya izah edir, ya şərh aha, edir. Belə deyəndə düz gəlir də, düzdürmü? bəli, bəli, doğrudur. Əsas o şərh etmə, müəyyən etmə deyil. Şərh etmə, müəyyən etmə bütün məzmun xəttlərində var, düz deyilmi? Əsas, Elə bütün məzmun xəttlərində o hissələri həmən hissəyə tətbiq edib deyirik, ay düzdürmü? sağ ol, düzdür. Əsas bacarığa, əsas bacarığa. Ki, yəni deyək ki, Azərbaycan dilindən bizdən soruşur ki, ikinci məzmun xətti şagirddə hansı bacarığı formalaşdırır? Deyirəm ki, intonasiya ilə oxu, məsələn, üzündən oxudu, intonasiya ilə oxudu. Yəni bu bacarıqları şagirdlərdə formalaşdırır. Sürətli oxu bacarıqları. Yəni əsas məzmun xəttimiz oxudur, oxu. Onsuz da onun adı oxu bacarığıdır da, düz deyilmi? Deməli burada biz şagirdə nə öyrədirik? Tutalım ki, Oxu bizdə 5-ci bacarığı, məzmun oxu vərdişi, bəli, intonasiya ilə oxu, sürətli oxu, rollu oxu, növbəli oxu. Yəni ki, bax, ikinci məzmun oxu ilə xətti. bağlı nə var? Hamısını. Ay, sağ ol, düz. Bizdə məsəl üçün 5-ci məzmun xəttimiz insan sağlamlığıdır. Onda mən ümumi şəkildə deyim, insan sağlamlığı ilə bağlı Bütün nə bacarıqları, bilim, müzakirə, ümumi bacarıqlar müzakirə edir, nə bəli, bilim, şərh edir, təqdim edir. bəli, Onda doğru. belə demək olar da, eləmi? Da bir də mən İnsan oradan sağlamlığı, bəli, insan sağlamlığına təsir edən amilləri 5-ci məzmun xəstəliklərlə xətti. bağlı. Bəli, bəli. Yəni bunu, Başa düşdüm. bu bacarıqları şagirdlərdə formalaşdırır. Belə İradə müəllimə. Çox sağ olun. Çox sağ Görürsüz olun. elə bizim Çox zəif elə- cəhətimiz nədir? Belə Bizim şey zəif öyrəndim cəhətimiz burada. İradə müəllimə. Bizim zəif Bəli. cəhətimiz mükəmməlçi olmağımızdır, düz deyilmi? Bəli, bəli. Aha, Oldu. sağ Sağ olun. olun. Mən sizə. Kimsə əlini qaldırmışdı elə bil. Nisə müəllimə idi? Həmən, bəli müəllimə. Mən idim. Olar mən sual cavabda mən iştirak edeyim. İndi qonağım var, ola Bəli, çıxam. bəli, olar Nisə müəllimə. Nisə müəllimə, şagird dərsinizdə başqa bir fənnin tapşırığını işləyir. Bax, bu zaman nə edərsiniz? Şagirdin dərsində başqa bir fənnin tapşırığını işləməsi təbii ki, yol verilməzdir. Hı -hı. Əgər mənim dərsimdə şagird hər hansı bir dərsin tapşırığını işləmək istəyirsə, demək mənim dərsimdə boşluq var ki, uşaq fikirləşir ki, hansısa bir dərsimi gətirim, riyaziyyatdır məsələn, düz eləncik olub, dərsimdə olub elə. Amma ki, boşluq yaranmasa, yəni sinif bir səmərəli təşkilləşib dərsi, Bəli, uşaq həqiqətən bizdə rəsm dərsi olduğuna görə maraqlı olur. bəli. Ona görə də uşaq başqa bir dərslə, məsələn, riyaziyyat dərsində ola bilər ki, uşaq yorulsun, zəif oxuyan uşaqlar ola bilər ki, yorulsun da, mən belə fikirləşirəm. İndi əlasılar yorulmur, əksinə. Amma bizdə təsvir incəsənətdə uşaqlar yorulmur, yəni. İstəyir zəif oxuyan olsun, istəyir yaxşı oxuyanlar olsun. Ona görə səmərəli təşkilləşir dərsi, uşaq başqa bir fənnin dərsin bizim dərsdə yazmaq istəməz, həlləmək istəməz. Mən belə fikirləşirəm. Bəli. Bəli, dərsi elə təşkil etməliyik ki, yəni orada nə artıq zamanımız qalmasın, nə də ki o necə deyim, vaxtımız tam şəkildə tamam olsun. Deyirəm, o 45 dəqiqə ərzinə fəaliyyətimizi sığdırmalıyıq. Boşluq da nədən irəli gələ bilər? Şagirdimizə differensial yanaşmamışıq. İstəyir yaxşı oxuyan uşaq olsun, istəyir məsəl üçün potensialı biraz zəif olan uşaq olsun, fərq eləmir.
biz şagirdlərə diferensial yanaşsaq, dərsdə boşluq olmayacaq. Uşaqlara öz deməli, hazırlıq səviyyəsinə uyğun tapşırıqlar, maraq dairəsinə uyğun tapşırıqlar hazırlasaq, əlavə tapşırıqlarımız da olsa, məsəl üçün o akademik göstəriciləri güclü olan uşaqlar dərsi daha tez bitirir. Düz deyilmi? Tapşırığı daha tez bitirir və o tez bitirərsə, nə qədər o yaxşı oxuyan uşaq olsa da, boş zamanı qalır, müəllim ona yanaşmırsa, əlavə tapşırıq vermirsə, deyir ki, o boş vaxtından səmərəli istifadə edeyim də gətirim başqa riyaziyyatın tapşırığını işləyim və yaxud da ki, digər fənnin tapşırığını işləyim. Ona görə də biz diferensial yanaşmanı təmin etməliyik. Əlavə tapşırıqlarımız da olmalı ki, tapşırığı şagird vaxtından əvvəl bitirirsə, həmin tapşırıqlardan götürsün, işləsin. Və yaxud da ki, həmin şagirdə mən başqa bir tapşırıq verə bilərəm. Ona görə də çalışmaq lazımdır ki, belə bir boşluq olmasın. Yəni, o 45 dəqiqə ərzində bütün şagirdlərin hər birisi təlim məqsədlərinə çatmalıdır və təlim məqsədlərinə çatmaq üçün də hər birisi o prosesin daxilində olmalıdır, prosesdə olmalıdır. Öyrənmə fəaliyyətlərində iştirak etməlidir. Təbii ki, belə bir hal yol verilməzdir. Əgər belə hal baş verərsə də, yəni bunun qarşısını təbii ki, alarıq və şagirdin özü ilə də söhbət apararıq ki, bir dərsdə biz başqa bir fənnin tapşırığını işləyə bilmərik və məsuliyyət hissini də şagirddə formalaşdıra bilərik ki, o gözləntilərimiz var da, məsuliyyətli olun, gözləntisinin içərisində nə var? Dərsə hazırlıqlı gəlin. Biz təkcə, məsəl üçün, deyək ki, bir fənni yox, bütün fənlərə verilmiş, o fənlərdən verilmiş tapşırıqları vaxtında işləməliyik. Çalış ev tapşırığını evdə işlə ki, yəni gəlib digər dərsdə də dərsə müdaxilə edib bu tapşırığı işləməyə, məsəl üçün, ehtiyac qalmasın. Yəni, bu cür şagirdlə danışmalıyıq, əgər belə bir hal baş verərsə. Yəni, yenə deyirəm, əgər şagird digər fənnin tapşırığını işləyirsə, deməli, orada bir böyük boşluq var. Bəs jurnalda səhv eləyəndə nə edirsiniz? Jurnal dövlət sənədi olduğuna görə çalışıram səhv eləməyim. Bəli. İndi mən, həqiqətən məndə də səhvlər olmur. Bir-iki dəfə BSG-lərimin yerini səhv yazmışam özüm. Aha. O zaman, yəni direktor müavininə mən həqiqətən müraciət eləmişəm. Orada o göstəriş verib ki, neyi necə eləyən. Qalan səhv çalışıram ki, eləməyim dövlət sənədidir, yəni ehtiyatla yanaşıram. Bəli. Yəni, heç onu deməyək ki, bir dəfə böyük summativ qiymətləndi. Onu deməyək. Deyək ki, bəli, dövlət sənədidir. O səhvlərim, o yalandan neysə danışanda, o səhvlərim yadıma düşəndə, özümə elə bilirəm ki, anladıram. Bəli, elə bilirik ki, onlara xəbər var ki, biz jurnalda səhv eləmişik. Elə bilirəm ki, elə başa düşürəm. Müsahibə mərhələsi biraz bizi yalan danışmağa da vadar edir. Eləmi Nisə müəllimə? Bəli, əslində deyirlər, yalan danışmaq olmaz, belə olmaz, amma özləri bizi vadar edirlər. Balımız oradan keçirsə, yəni o yüksək bal toplamağımızın şərti odursa, Nisə müəllimə, neyək? Çalışaq biz də o 5 dəqiqəlik yalan danışaq, heç nə olmaz. Amma çalışaq həqiqətən də jurnal dövlət sənədidir. Çalışmalıyıq ki, səhvlər eləməyək. İndi amma o nə qədər işləsək də o texniki səhvlər olur. Bu olanda da çalışmaq lazımdır. Məncə o proqramı düz tutsun, səhv olmur. Bəli, yox, bir də o tarixi yazanda. Bəli, 25 əvəzinə indi birdən fikri olur da, 25 əvəzinə 24 yazır, düz deyilmi? Bəli, elə olur, elə olur. Elədi müəllimə, nəsə demək istəyirdi? Bəli, müəllimə, burada elə həmən bu sualla bağlıdır. Bizdə elektron jurnaldır, bizdə səhv desələr, deyək ki, biz orada rahat düzəldirik. Bəli, o ən gözəl. O ən gözəldir, bəli, İradə müəllimə. Doğrudur. Onda heç nə deməyək də, onda deyək ki, bizdə elektron jurnaldır. Səhvimizi anında orada düzəldə bilirik. Səhvimizi anında səhv eləmirik də, bəli. Yəni orada heç cür səhv eləmirik. Deyək ki, çalışırıq səhv eləmirik. Amma həqiqətən insan da səhv gözündə hamıda olur bu. Bəli, doğrudur. Səhv olanda da, yəni bunu rəhbərliyə demək lazımdır. Rəhbərlik də nəzərə almalıdır da. Elektron jurnalda onsuz da səhv də yazın, tez silib düzəldirsən, heç kim görmür onu. Bəli, düzdür. Elektron jurnalın müsbət tərəfi odur, İradə müəllimə. Doğrudur. Yəni burada əsas məsələ nədir? Çalışmalıyıq ki, səhv eləməyək. Necə deyək? Necə İradə müəllimə?
Deyirəm, orada soruşsalar bunu necə deyim, bəs ki, necə deyək ki, biz jurnalda səhv eləmirik, amma indi Aha. bizdə qarazat söhbəti yoxdur da, onu necə Hə. deyək? İndi Səhv bilirsiniz eləyirsiniz, nə necədir? deyim? İndi elektron jurnala neçə ildir keçmisiniz siz? Biz 1, 2, 3 ildir, amma bu il sırf təmiz elektron oldu da. Aha. 3 ildir elə belə işləyirdik. Bu Bəli. il tam sırf elektron oldu. Jurnala keçdiniz. İndi necə cavab veririk? Deyirik ki, hal-hazırda elektron jurnala keçmişik. Yəni orada artıq səhv etmə ehtimalımız yoxdur, amma bundan əvvəl, yəni adi kağız üzərində də, yəni ki, jurnallar, adi qaydada olan jurnallara yazırdıq və jurnal da dövlət sənədidir. Çalışırdıq ki, hər zaman diqqətli olaq, səhv etməyək. Amma ki, indi insandır. Bəzən texniki səhvlər olsa da, yəni bunu özümüz aradan qaldırmağa çalışmamalıyıq. Rəhbərliyə müraciət etməliyik. Yəni onlar hansı göstərişi verirlərsə, həmin göstəriş əsasında da səhvlərimizi düzəltməliyik. Və yaxud da ki, düzəlmirsə də, o düzələsi səhv deyilsə, əgər jurnalın arxasına qeyd olunur da, düz deyil Miradə müəllimə? Amma ki, indi müəllimik də, yəni jurnalın arxasında qeyd olunur. Bəli. Direkt o kağız jurnalda elə olur. Elektron Bəli. jurnalda yoxdur. doğrudur. O da bizim üçün müsbət olan, yəni o jurnalın müsbət cəhəti, elektron jurnalın müsbət cəhətlərindən biri də budur. Bəli. Nisə müəllimə, empatiya nədir? Empatiya özünü hər hansı bir şəxsin yerinə qoymaq, onun keçirdiyi hissləri, yəni keçirmək. İstəyir valideyn olsun, istəyir müəllim olsun. O insanın yerində olmaqda, yəni onun keçirdiyi hissləri sən də keçirdirsən, hiss eləyirsən, onun keçirdiyi duyğuları. Bəli, doğrudur. Empatiya özünü başqasının yerinə qoymaq, onun keçirdiyi hissləri anlamaq, başa düşmək. Doğrudur. Bəs formativ qiymətləndirməni hansı üsullarla aparırıq? Formativ qiymətləndirməni 3-2-1 üsulu ilə, Bəli. sonra BIBU, Bəli. sonra qrup işləri, sual-cavabla, Qrup işi yox, sual-cavabla. Bəli. rubriklərlə, sonra meyarlar olar da, rubriklər də olar. Özünü qiymətləndirmə deyək, özünü qiymətləndirmə ilə də apara bilərik. Doğru, yanlış fikirlər. Yəni, bax, bu üsullarla da biz formativ qiymətləndirməni apara bilərik. Fənninizin məzmun xətti hansılardır? Cəmiyyət və təsviri sənət, təfsiri və dekorativ yaradıcılıq, estetik reaksiya. Diaqnostik qiymətləndirməni nə zaman aparırsınız müəllimə? Diaqnostik qiymətləndirməni dərs ilinin əvvəlində, sinifə yeni uşaq gələrsə, hər hansı bölmənin əvvəlində diaqnostik qiymətləndirmə aparılır. Şagird sinifdən sinifə keçərsə, məktəbdən məktəbə keçərsə, dərsin əvvəlində bir diaqnostik qiymətləndirmə apara bilər. Belə Nisə müəllimə. Təşəkkürlər, çox sağ olun. İrəliləyişimiz Sağ hiss olun. olunur Nisə müəllimə. Sağ olun müəllim. Sağ olun. Sonra Toğrul müəllim. Salam müəllim. Bəli. Salam, hər vaxtınız xeyir. Toğrul müəllim, qrup liderini kim seçir? Dərsimiz demokratik üsulda olduğu üçün, şagird yönümlü olduğu üçün şagirdlər tərəfindən seçilir. Müəllim burada bir fasilitator rolunu oynayır ki, həmişə eyni şəxslər rəhbər olmasın, qrup rəhbəri. Eyni zamanda da utanğac, özünə qapalı olan şagirdlər də burada qıraqda qalmasın da. Yəni müəllim bunları da cəlb etməlidir. Bəzən vaxt getməsin, yəni vaxt itkisi baxımından müəllim özü bu qrup rəhbərlərini seçə bilər. O da ilkin mərhələdə, o yeni başlayanda eləyə bilər, bəli, bunu. Amma sonra artıq şagird özünə həvalə edilir şagirdlərin. Bu da əvvəlcədən şagirdlərlə bu haqda da söhbət aparmaq lazımdır ki, sinifdə, qrupda elə etmək lazımdır ki, hər birimiz qrup lideri seçilək. Çünki bu bacarıq hər birimizdə formalaşmalıdır. Qarşı tərəfi özünə inandırmaq,
ətrafı, yəni insanları ətrafına toplamaq və məqsədə çatmaq üçün onlara motivasiya vermək. Yəni bu liderin əsas bacarıqlarıdır ki, yəni bu da hər kəsdə formalaşmalıdır. Bir ailədə hər hansı bir problem olanda, yəni ailə üzvlərində görürsüz, birində o liderlik bacarığı olanda ailədə ailə üzvlərinin ruhdan düşməsinə imkan vermir. Düz deyilmi? Hər şey yaxşı olacaq, Bəli. düzələcəkdir. Bir yerdə olaq. Məsəl üçün bu işin öhdəsindən birgə şəkildə gələ bilərik. Yəni istər-istəməz o hər kəsdə motivasiya yarandımı, ruh Bəli. düşkünlüyünün qarşısı alındı. Yəni biz də sinifdə, məktəbdə şagirdi o real həyata hazırlayırıq. O bacarıq da məktəbdə formalaşır və həyatda da şagirdlər həmin bacarıqlarının sayəsində uğur qazanırlar. Ki bunu da biz şagirdlərin hər birində formalaşdırmalıyıq və başa salmalıyıq ki, hamısı bu bacarıqlara yiyələnməlidir. Yəni belə olarsa da təbii ki, eyni şagird qrup lideri seçilməyəcək hər zaman. Növbəli şəkildə qrup liderini seçəcəklər. Hə, o utancaq şagirdlər də məsəl üçün ilkin mərhələdə deyək, ibtidai siniflərdə o qədər də məsəl üçün effektiv olmur, amma demirik ki, yəni qrup işlərindən istifadə etmirik, edirik. Birinci ilk başda, yəni istənilən işin o necə deyim, başlanğıcı həmişə effektiv olmaya bilər. Amma müəyyən bir müddətdən sonra artıq bu şagirdlərdə formalaşır və ilk başlarda o lideri özümüz seçə bilərik. Bəs fasilitator müəllim necə olmalıdır? Fasilitator müəllimin rolu hansılardır? Fasilitator müəllim yol göstərəndir, istiqamət verəndir. Yəni tapşırığı şagirdin yerinə həll edəndir. Tapşırığı həll etmək üçün yol göstərəndir, istiqamət verəndir. Fasilitator müəllimin demək şagirdi tədqiq edib araşdırmalıdır. Daha sonra ona bələd olmalıdır. Ondan sonra bir də məlumat da təmin edən idi, səhv eləmirəmsə. Məlumat da təmin etməlidir. Bəs şagird sizə bilmədiyiniz bir sualı ünvanlayarsa, siz necə reaksiya verərsiniz? Səmimi olaraq həqiqətən bu sualın cavabını bilmədiyimi, amma növbəti dərsdə, yəni növbəti dərsdə bunu mütləq öyrənib gələcəyimi deyərəm. Belə başqa bir təklif edə bilərəm ki, digər şagirdlərlə bir yerdə kiməsə maraqlıdırsa, o da bu haqqda məsələ haqqında araşdırsın, bir yerdə müzakirə edək. Məsələn, növbəti dərsdə dərsin ilk 3 dəqiqəsini bu müzakirəyə ayıra bilərik. Doğru. Tamamilə doğrudur. Fənnimizin məzmun xəttləri hansılardır? Musiqi aləmi, emosional dəyərləndirmə, musiqi fəaliyyəti. Doğrudur. Summativ qiymətləndirməni nə zaman aparırsınız? Bölmənin sonunda. Bəli. Bölmə ortası aparıla bilərmi summativ qiymətləndirmə? Böyük bölmələrdə olar. Bəli, böyük bölmələrin ortasında ola bilər. Aha. Bəs şagird summativ qiymətləndirmədə üzürlü bir də üzürsüz səbəbdən iştirak etmir. Bax, bu zaman nə edirik? Söhbət kiçik summativ qiymətləndirmədən gedir müəllimə. Bəli, doğru. Onda növbəti dərs bir həftə, səbəbimcə 2 həftə vaxt verilir müəllimə. Gəlməzsə növbəti summativə qədər. 0-la yazır. Əgər üzürsüzdürsə. Üzürlüdürsə biraz qarışdırdım mən. Baxın, doğru müəllim. Əgər şagird üzürlü səbəblərdən summativ qiymətləndirmədə iştirak edə bilmirsə, yəni bu fövqəladə bir hadisə ola bilər, xəstəlik, yəni bədbəxt hadisə ola bilər, yəni bu səbəblərdən də, yoxsa icazə aldı, harasa ad gününə getdi, toya getdi, yəni bu üzürlü səbəb deyil. Çünki əvvəlcədən biz şagirdlərə summativ qiymətləndirmənin keçiriləcəyi vaxtı deməliyik. Ki, yəni filan vaxtlarda summativ qiymətləndirmə olacaqdır. Üzürlü səbəbdən iştirak eləmirsə, növbəti summativ qiymətləndirməyə qədər şagirdə vaxt veririk. İştirak, yəni gəlirsə, dərsdən əlavə, məsəl üçün şagirdin summativ qiymətləndirməni işləməsinə şərait yaratmalıyıq. Yəni dərsə müdaxilə etmədən. Çünki şagird deyək ki, 3 gündən, 5 gündən sonra gəlibdir, yəni mən başqa bir dərs keçirəm, məqsəd reallaşdırıram da o dərsdə. Yəni o şagirdi mən məcbur edə bilmərəm ki, sən otur summativ işlə. Çünki bərabər imkanlar pozulacaq axı burada. Şagird dərsdə də iştirak edir və dərsdən əlavə də summativ qiymətləndirməni işlədə bilərik şagirdə. Yox, əgər
növbəti summativ qiymətləndirmənin keçirilməsinə qədər yenə də üzürlü səbəbdən şagird summativ qiymətləndirmədə iştirak eləyə bilmədisə, yəni bu zaman Sıfırlansın. artıq amma ki bu şagirdin yekun yarımillik qiymətləndirməsinə heç bir mənfi təsir göstərməyəcək. Məsəl üçün Nəzərə deyək alınır. ki, bəli, nəzərə alınmayacaqdır. Bu necə olur? Bir yarım ildə deyək ki, 3 summativ qiymətləndirmə keçirmişik. Şagird onun ikisində iştirak eləyib, üçüncüdə də iştirak eləməyib. Amma bu üzürlü səbəbdəndir. Mən summativ qiymətləndirməni hesablayanda, məsəl üçün o yarım il balı çıxaranda, üçünü toplayacağam, amma 2 yerə böləcəm. 3 yerə bölməyəcəm. Məsəl üçün deyək ki, 95 üstə gələk 85 üstə gələk 0. Topladım, amma 3 yerə bölmürəm, 2 yerə bölürəm. Görürsünüz, yəni təsir eləməyəcək. Yarımilliyə heç bir mənfi təsir göstərməyəcək. Amma yox, əgər şagird üzürsüz səbəbdən də qalıbdırsa, yəni summativ qiymətləndirmədə iştirak eləmirsə, avtomatik olaraq şagirdin summativ qiyməti balı sıfırlanacaqdır və artıq bu nəzərə alınacaqdır. Deyək ki, bayaqki kimi yenə 95-85 toplamışdı. O birisi də 0-dır. Toplayacağım. İndi 3 yerə böləcəm və bu zamanda şagirdin qiymətinə təbii ki, təsir göstərəcəkdir. Böyük summativ qiymətləndirmədə şagirdə, yəni üzürsüz onsuz da sıfırlandı, üzürsüz səbəbdən. Düz deyilmi? Burada güzəşt yoxdur. Bəli. Üzürlü səbəbdən iştirak eləmirsə, şagirdə 2 həftə vaxt veririk. 2 həftə ərzində iştirak eləyə bilirsə, yəni yenidən o böyük summativ qiymətləndirməni işlədə bilərik şagirdə. Amma 2 həftə ərzində yenə iştirak edə bilmirsə, yəni bu da üzürlü səbəbdirsə, yəni artıq burada şagirdə heç bir güzəşt olmayacaqdır. Aydındırmı? Avtomatik sıfırlanacaq və bu illiyin və yaxud da ki, yarım illiyin hesablanmasına təsir göstərəcəkdir. Yəni PSG-nin 60%-i bəli, üzr istəyirəm, KSG-nin 40%-ni götürürük də. yarım ili hesablayanda əgər hansı siniflərdə, Kesin deyək ki, 4-cü sinifdə bütün fənlərdən 9-da, bir də 11-də bütün fənlərdən keçirilir də, düz deyilmi? Bəli. Böyük summativ qiymətləndirmə. 5-ci, 6-cı, 7, 8, bir də 10-cu siniflərdə buraxılış fənlərdən riyaziyyat, Azərbaycan dili, bir də ingilis dilindən keçirilir. Təmayül siniflər deyirik də, yəni burada da həmin o fənlərdən də əlavə olaraq böyük summativ qiymətləndirmə keçirilə bilər. Bu da pedaqoji şuranın qərarından sonra razılığa gəlirlərsə, həmin fənlərdən də keçirə bilərlər summativ böyük summativi. Amma birinci sinifdə ümumiyyətlə nə kiçik summativ qiymətləndirmə, nə də ki, böyük summativ qiymətləndirmə keçirilmir. İkinci, üçüncü sinifdə isə yalnız kiçik summativ qiymətləndirmələr keçirilir. Sonra, doğru müəllim, bəs valideyni məktəbə cəlb edilməməsinin, yəni cəlb olunmamasının səbəbləri nə ola bilər? İş qrafikinə uyğun gəlməyə bilər. Ola bilər ki, müəllim özü burada təşəbbüskar deyil. Yaxud valideyn icrasında konfidensiallıq, yəni məxfilik gözlənilməmişdir. Yaxud ancaq valideynə şagirdin neqativ cəhətləri deyilir. Yəni, bu kimi hallar ola bilər. Bəli, yəni valideyn icrası ümumi keçirilərsə, deyək ki, övladının hər hansı bir nöqsanını digər valideynlərin yanında demişiksə, bu zaman valideyn gəlməyəcək. Və yaxud da ki, iş qrafiki, yəni üst-üstə düşürsə, bu zaman da cəlb olunmayacaq da, yəni istər-istəməz gələ bilmir. Bir də ki, müəllim gərəksiz hesab edirsə, əhəmiyyət vermirsə, bu zaman da valideyn məktəbə cəlb olunmaya bilər. Bəs valideynlə düzgün əməkdaşlığı formalaşdırmaq üçün nəyə diqqət yetirməliyik, nələri etməliyik? Qarşılıqlı hörmət əsasında olmalıdır bizim əməkdaşlığımız. Yaxşı olar ki, şagirdin ən kiçik belə xırda bir uğurunu ona vaxtında qeyd eləmək, ilin əvvəlində salamlama məktubu göndərməkdir.
Valideyn nə? Yəni bu ünsiyyəti empatiya hissi ilə də, yəni Aha, onu bəli. anlamağa çalışmaq lazımdır ki, Bəli. o təhsil prosesinin iştirakçısıdır da, biz onu uzaqlaşdırmayaq. Çünki o Aha. bizim əsas məqsədimiz nədir? Şagirdi hər tərəfli inkişaf etdirməkdə. Yəni eyni cəbhədəyik biz. Ona Bəli. görə onu əməkdaşlığa cəlb etməliyik. Doğrudur. Yəni bir də 5 məqam var da, 5 addımımız var. Təşəbbüsü ələ almaq, yəni gözləmirik ki, valideyn gəlsin. Birinci ilk addımı biz atırıq. Təkidli, israrlı İsrarlı oluruq. olmaq. Bəli. Hə. Sonra ailə ilə empatiya qururuq. Valideyni anladığımızı nümayiş elətdiririk. Bir də gizliliyi, məxfiliyi gözləyirik. Yəni bu zaman biz valideynlə düzgün, effektiv münasibət qura bilərik. Fənnimizin məzmun xəttlərini dedik, eləmi? Bəli, bəli. Aha. Ümumiyyətlə məzmun xətti nədir? Siz deyə bilərsinizmi? Məzmun xətti belə deyim, dəyişməzdir. Ana xətti leytmotivdir. Bəli, doğrudur. Fənnin vəzifəsidir, predmetidir. Yəni predmeti soruşa da bilərlər ki, fənninizin predmeti nədir? Fənnin predmeti onun vəzifəsidir. Məzmun xətti. Bəli, doğru. Belə, doğru mənim. Çox sağ olun, təşəkkürlər. Sağ olun. Cavabımız da yaxşıdır. Sonra başqa. Fitimat müəllimə. Müəllimə, Müəllimə, buyurun. Mhm. Hansı mövzunu daha yaxşı öyrənmisiniz? Valla mən dedim də sizə PDF-ləri mən tapa bilmədim. Hə, İndi siz sual verin, oldu, çalışıb cavablandırarıq. oldu. Müəllimə, summativ qiymətləndirmə zamanı köçürmə halı baş verərsə nə edərsiniz? Bu zaman əvvəlcə biz şagirdlərə əlbəttə ki, başa salırıq ki, belə hallar olmasın. Əgər baş verərsə belə hallar, deməli şagirdə ya jestlə, elə bil üz mimikası ilə, qaş gözlə Aha, qeyri və yaxud da ki, şagirdin yanına yaxınlaşırıq, yavaşcadan çininə əl qoyuruq. Bununla şagird hiss eləyir ki, nəsə düz eləməyib də. Belə. Yoxsa şagirdin üstünə qışqırmırıq, demirik, şagirdin eləmirik, dərsdən yayındırmırıq. Belə. Bəli. Bu cür əməlmə. Aha. Ən effektivi də o ola bilər ki, yəni o köçürmə halının qarşısını almaq üçün biz testləri variantlı şəkildə hazırlayaq. Eyni məqsədə Bəli, bəli. xidmət edən fərqli tapşırıqlar. Yəni bu cür tapşırıqlar edəndə də təbii ki, köçürmə halı Köçürmə baş halları vermir. olmur. İndi siz normativlərə uyğun hərəki bacarıqlar formalaşdırırsınız da. Yəni sizdə test yoxdur, düz deyilmi müəllimə? Müəllimə, elə olur ki, biz məsələn hava şəraitinə uyğun olaraq uşaqlarda testləri də keçiririk, yazırıq, Aha. veririk, sorğu-sual aparırıq. Aha, lap yaxşı, əla. Deməli, variantlı etsək daha yaxşı olar ki, burada artıq şagird istər-istəməz hərə öz tapşırığını işləyəcək, heç kəsdən də köçürməyəcəkdir. Yəni bu köçürmənin qarşısını almaq üçün ən gözəl üsullardan biridir. Təhsil üçbucağına kimlər daxildir? Təhsil üçbucağına valideyn, müəllim, şagird idi. Şagird deyəsən. Bəli, doğrudur. Risk qrupuna daxil olan uşaqlar hansılardır? Risk qrupuna daxil olan uşaqlar deməli, ata-ana himayəsindən məhrum olmuş uşaq, valideynlərdən birini itirmiş uşaq, ondan sonra atası həbsdə olan uşaq, nənə-babanın himayəsində olan uşaq, belə. Zərərli vərdişləri olan uşaqlardır. Davranış pozuntusu deyək də, yəni buna. Bu cür uşaqlar suicidal riskli, yəni intihar riskli uşaqlardır. Bunlar da risk qrupuna daxil olan uşaqlardır. Valideynlərdən hər hansı birinin və yaxud da ki, ikisinin də zərərli vərdişi olan uşaqlar. Bunlar deməli risk qrupuna daxil olan uşaqlardır. Yəni niyə risk qrupuna daxil olunur uşaqlar? Mühakimə etmək üçün, ayrı seçkili olmaq üçün, yoxsa nə? Yox, onlara da biz başqa şagirdlərə necə yanaşırıq, elə yanaşırıq, münasibət göstəririk.
Ancaq bu uşaqları biz özlüyümüzdə nəzarət altında saxlayırıq ki, yəni hiss etdirmədən bu Bəli, uşaqlar fərqli olur əlbəttə. bəli, Ona görə də onlara qarşı həssas olmalıyıq. doğrudur. Yəni onların problemlərlə üzləşmə riski daha çoxdur, düz deyilmi? Bəli, bəli. Hı -hı. Meyar nədən çıxarılır, müəllimə? Meyar alt standartda. Hı -hı, məqsəddən, yəni meyar Bəli, məqsəddən, məqsədlərdən bəli. çıxarılır. Doğrudur. Meyarı şagirdə nə zaman bildirirsiniz? Meyarı şagirdə dərsin gedişatında, dərs tamamlayıcı hissəsində, əsas hissəsində də deyirik. Aha, Qiymətləndirmə aparırıq və deyirik. elə əvvəlində, dərsin əvvəlində, qiymətləndirmə Əvvəlində də, meyarını bəli. dərsin əvvəlində şagirdlərə deyirik. Məqsədi nə zaman deyirsiniz? Dərsin məqsədini də giriş hissəsində biz dərsin əvvəlində şagirdə məqsədini anladırıq. Aha, bəli, o ujeni deməyək, yaxşımı? Bəli. Hə. Ujeni deyirək. Ujeni deməyək. Yabanı sözləri işlətməyək. Doğru, doğru müəllimə. Bir də ki, məqsədi, Fitimat müəllimə, təkcə dərsin əvvəlində yox, həm də ki, şagirdə tapşırıq verəndə də o məqsədi şagirdə deməliyik ki, çünki Bəli, izah edir. bəli, bu tapşırıq hansı məqsədə xidmət eləyir? Tapşırığın əvvəlində də şagirdlərə deyilir. Şagirdləri dərsə cəlb etmək üçün hansı üsullardan istifadə edirsiniz? Şagirdi dərsə cəlb etmək üçün şagirdə motivasiya veririk. Bəli. Şagirdə keçirəcəyimiz bayaq dediyiniz kimi o məqsədi anladırıq və ona motivasiya verərək həvəsləndiririk. Biz bu gün bu dərsi keçəcəyik. Yəni qrup şəklində, komanda şəklində bu cür oyunlar olacaq. Uşaq istər-istəməz, bax oyunlar belə olmalıdır. Kim qalib olarsa onları mükafatlandıracağıq. Nə bilim belə. Görək hansı komanda daha güclü olacaq. Belə uşaqların arasında həvəsləndirmə. Hı -hı. Hə. Motivasiya müəllimə, dərsin ilkin mərhələsində həyata keçirilir də cəlb etmə mərhələsidir. Bəli, Deyilmi? bəli, Motivasiya giriş həvəs hissəsində. deməkdir, müəllimə. Bəli, Yəni elə həvəsləndirmək. cəlb ediriksə, artıq dərsə həvəs yaranacaq şagirdə, düz deyilmi? Biri var ki, o ürəksiz qoşulsun dərsə, bir də var ki, həvəslə qoşulsun, düz deyilmi? Bəli, motivasiyadan sonra bəli, uşağı həvəsləndiririk, Aha, dərsə cəlb edirik. bəli. Düşündürücü sual verə bilərik və yaxud da ki, əyani vasitələr vasitəsilə də şagirdi motivasiya eləyə bilərik. Bir Bəli, uşaqlara crossword da çempionları misal gətirə bilərik. aha. Video çarx göstərə Onların bilərik, uğurlarını. müəllimə, video çarx. Ki dərsin Bəli. əvvəlində şagirdlərin diqqəti dərsə cəmlənsin. Dərsə həvəs yaransın. Yəni bax bu üsullarla biz şagirdlərimizi dərsə cəlb eləyə bilərik. Fiziki hərəkətlər olsun. Bax elə sizin fənninizə uyğundur. Hər hansı bir fiziki hərəkətlər etməklə də biz onları dərsə cəlb eləyə bilərik. Amma cəlb etmə, motivasiya təkcə dərsin əvvəlində yox, bütün mərhələlərində olmalıdır, düz deyilmi? Bəli, əsas hissədə daha çox biz motivasiyanı veririk ki, uşaqları həmin o dərsə elə bil ki, onlarda ruh yüksəkliyi yaradaq ki, uşaqlar daha həvəslə dərsə qoşulsunlar, cəlb olsunlar. Doğrudur. Amma bütün mərhələlərdə də məsəl üçün maraqlı interaktiv təlim üsullarını həyata keçirməklə, diferensial yanaşmaqla biz şagirdlərimizi proses boyu motivasiyada saxlaya bilərik, düz deyilmi? Ki, həvəsli olsunlar, dərsə daimi həvəslə qoşulsunlar. Bəli. Bəs psixoloqla əməkdaşlıq edirik? Olur da, müəllimə, əlbəttə olur. Məktəb şagirdləri müxtəlif, fərqli olduqlarına görə olur. Psixoloqla da əlaqə saxlayırıq. Lazım gəldikdə, zərurət yarandıqda. Bəli, yəni deyək ki, adaptasiya problemi yaşayan uşaqlardır, hiperaktiv şagirdlərdir.
Yəni bu cür öz inamı, özünə güvəni aşağı olan uşaqlarla söhbət aparmaq üçün də psixoloqla daimi şəkildə əməkdaşlıq etməliyik. Bullyinqi Bəli, məsəl üçün etməliyik. qarşısını almaq üçün də maarifləndirici söhbət apararkən də biz psixoloqla əməkdaşlıq edirik. Bəli. Şagirdə düşünmə vaxtı nə qədər verilməlidir? Hansı müddət Düşünmə arasında? vaxtı 3 saniyə, 3 dəqiqəyə kimi belə. 3 dəqiqə yox. 10 3 saniyədən saniyə. 30 saniyəyə qədər. Hə, 10 Hı. 10 saniyədən 30 saniyəyə qədər. Hə. Bəli, hətta bu 1 dəqiqəyə qədər də ola Yarım bilər, amma dəqiqə. daimi 1 dəqiqə vaxt versək, yəni bu daha çox olar da, düz deyilmi? Yəni o da sualın çətinlik səviyyəsindən asılıdır. Yəni qarşımızdakı uşağın potensialından da asılıdır. Çünki inklüziv şagirdlərimiz var, düz deyilmi? Bəli, bəli. Onların daha Diferensial, çox fərqli, düşünməsinə fərqli. ehtiyac var. Bəli, Hı hı. fərqli yanaşmalar. Bəli, doğru. Bəli. Doğru. Müəllimə, çox sağ olun, təşəkkürlər. Yaxşıyıq Buyurun. müəllimə, yaxşıyıq. Oldu. Tamam, sağ Sağ olun. olun. Sonra İlker müəllimə. Müəllimə. İlker müəllimə. Dərs keçdiyiniz zaman direktor sizi çağırarsa, gedərsinizmi? Dərs keçdiyim zaman direktor məni çağırsa, Bəli. xeyr getmərəm. Çünki mən həmin vaxt dərsdə oluram. O 45 dəqiqə dərs də şagirdlərə məxsusdur. Mən həmin 45 dəqiqədə şagirdlərə müşahidə edirəm, fasilitatorluq edirəm, müşahidə edirəm. Lazım Hı. gəlsə onlara dəstək oluram, yol göstərirəm. Dərsi qoyub gedə bilmərəm. Əgər direktor başqa sinif şagirdini göndərib məni çağırırsa, həmin şagirdi dərsdən kənarlaşdırmaq olmaz. Burada bərabər imkanlar pozulur. Çünki həmin sinifdə də məqsəd reallaşır. Şagird də o məqsədi reallaşdırmalıdır. O bacarıqlara çatmalıdır. Hı -hı. Deməli, əgər belə direktorumuz da belə hala yol verməz. Əgər belə bir hal olarsa, vacib olarsa, mən növbətçi müəllimə deyərəm, ən vacib halda gedərəm direktora, görüm nə istəyir. Yox, əgər vacib olmasa, onda uşağı göndərirəm, deyərəm ki, tənəffüsə gələrəm. Hı. Tənəffüsə gedərəm, direktora vəziyyəti anladaram. Bəli. Yəni dərsi tərk etmək olmaz. Çünki 45 Olmaz. dəqiqə şagirdə aiddir və şagirdin o 45 dəqiqəsini biz heç vaxt əlindən almaq və yaxud da ki, əlavə müdaxilə edə bilmərik. Şagirdlər arasında fərq qoyursunuzmu? Xeyr, şagirdlər arasında heç bir fərq qoymuram. Hər bir şagird diqqətlə yanaşıram, diferensiallıqdan istifadə edirəm sinifdə. Hər birinə eyni sevgi göstərirəm, eyni qayğı, eyni diqqət göstərirəm. Hər biri mənim üçün eynidir şagirdlərimin. Sadəcə olaraq şagirdlər içərisində öyrənmə tərzi, maraq dairəsi fərqli olan şagirdlər ola bilər ki, onlara da diferensial yanaşırıq biz. Bu qədər. Bəli. Yəni şagirdlər arasında fərq qoymaq düzgün deyil. Burada həm biz qərəzsizlik prinsipini pozuruq, təlimdə bərabər imkanların yaradılması tələbini pozuruq. Yəni fərq qoymaq düzgün deyil. Fərqi necə? Məsəl üçün diferensial yanaşa bilərik hər birinə, özünün maraq dairəsinə, potensialına, öyrənmə tərzlərinə görə yanaşa bilərik. Öyrənmə tərzi hansılardır? Neçə öyrənmə tərzi var? Öyrənmə tərzinə vizual, kinestetik, bəli. Eşidərəkdir. Audial, vizual, kinestetik. Bir hansı? Kitab oxuyanlar. Oxuyub yazaraq. Oxuyub yazaraq. Bəli, vakko. Doğrudur. Baş hərfi ilə bunu biz yadımızda, vakko ilə yadımızda saxlayırdıq da, düz deyilmi İlker müəllimə? Bəli. İmtahana hazırlaşanda. Bəli, yəni həmişə bizə lazımdır o vizual şagirdin öyrənmə tərzləri. Çünki biz diferensial yanaşmada da bu öyrənmə tərzlərini nəzərə alırıq ki, şagird necə daha yaxşı öyrənə bilir və yaxud da ki, məzmunu mənə necə təqdim etmək istəyir, o nəticə komponentidir də, düz deyilmi dərsimizin nəticə komponenti? Nəticə komponentində də öyrənmə tərzlərini nəzərə alırıq, maraqlarını nəzərə alırıq şagirdin. Bəs 2025-ci il nə il idi?
2025 Konstitusiya və Suverenlik. suverenlik ili. Konstitusiya və suverenlik. Bəli. Aha, bəs bu il? Bu il şəhərsalma memarlıq ilidir. Aha. 2026. Zəfər günü nə vaxtdır? Zəfər günü 8 oktyabr. Noyabr. Noyabr, yəni elə şey. 8 8 noyabr. Bayraq günü? Bayraq günü 9 noyabr. Aha, bəli. İlker müəllimə, çox sağ olun. Sağ olun. Təşəkkürlər. Hı. Sonra kim qaldı? Gülər müəllimə. Gülər müəllimə, buradayıq.